Flebit venoz damarların iltihabına deyilir. Burada çox hallarda təmiz iltihabdan gedir söhbət. Yəni tromb olmur. Əgər tromb olsa biz ona tromboflebit deyəcəyik. Flebit ən çox nə vaxt olur? Müxtəlif vena daxili proseduralardan sonra. İnsanlara hər hansı bir sistem köçürülür. Venoz damara kateter qoyulur. Vena daxili proseduralar ola bilər damarda iltihabı prosesinin inkişafından fəsadlaşmış olsun. Daha çox yuxarı ətraflarda rast gəlir. Aşağı ətraflarda ola bilər. Dediyim kimi bu ən çox damarların funksiyasından, yəni ora kateterin yeridilməsi ilə bağlıdır. Vena daxili proseduralarla bağlıdır. Bu qorxulu bir fəsad deyil. Əgər burada tromb yoxdursa, adətən bu konservativ müalicə olunur. Burada cərrahi müalicəyə ehtiyacı yoxdur. Aparılan tədbirlər nəticəsində biz bunun qabağını vaxtında ala bilirik və demək olar ki, heç bir fəsad vermədən tam sağalmaya burada nail olmaq olar. Sadəcə olaraq vaxtında müraciət etmək lazımdır. Biz də sizə bunu nətər deyərlər, tam uğurla müalicəni başa çatdıra bilək.